Buyurun. Bir sual verin da. Sen yarım saatlik siğanı qəbul edirsən mi? Ben Bəli. kabul edemiyorum. Ama şeriat kabul edir. Yəni sənə şərifin qəbul edildiyini sən etmirsən? Ben bu devre zamanda deyirəm ki, bu benim vicdanım götürmem ama şeriat kabul edeyim. O Bir cür iki dəqiqə, bir dəqiqə, bir dəqiqə. Şəriətin qəbul edildiyini vicdanın götürmür. Bana bak inan. Ömer'e sual vergiden buna. Ey Ömer. Ey Ebu Bekir. Şəriət nədir? Ay Seymur, ay Teymur, bir dəqiqə. Qulaq. Deyirsən ki, şəriətdə var. Şəriət qəbul eləyir, mən qəbul eləmirəm. Sən şəriətin dərdini şəriətdən yaxşı mı çəkirsən? Bizim danışdığımız bu mütəə vardır ki, bu siğə vardır ki, Teymur. Yarım saatlıq olunan siğədən danışırıq. Sen bugünler istersen istersiz, bak ahırı kimi dinləginə, xahiş edirəm. Siz dersiniz ki, Nisa 59 itaat elə Allah'a, Resulullah və əmr sahibine. Əmr sahibi kimdir? Ali ibn Əbu Talib. Teymur, 12 imamımızdan keçməyəcəm 11'ine. Elə ən birincisi olan Ali ibn Əbu Talib, Allah ondan razı olsun. Bir dənə Ali ibn Əbu Talibdən bizə zəif rəvayət gətir ki, o müsəlman bir qadınla yarım saatlıq siğə edib və bunlar razı qalıb. Bir dənə gətirginən, bir dənə. Məndən yox, öz əqidəndən gətirginən. Öz əqidəndən gətirginən ki, Ali ibn Əbu Talib müsəlman bir qadınla yarım saatlıq siğə edib. Bunu öz əqidəndən gətir deyim, sən siz doğrudan dəlinin şiyəsisiniz. Buyur, gətir görüm. Ali Aleyhisselam siğə eləməyib, Peygamber siğə eləməyib. Amma Eləməyibsən, niyə əlinin şiyəsiyəm deyib ortaya düşmüşsən? Teymur, bir dəqiqə. Mən ispat edirəm ki, vallahi billahi, sən əlinin şiyası deyilsən, Ömərin şiyasısan. Çünki əli siğə eləməyib, Ömər eləyib, deməli sən Ömərin şiyasısan. Sən Əbu Bəkirin şiyasısan, Əli eləməyib, Ömər eləyib, Əbu Bəkir eləyib. Sən oldun Əbu Bəkirin şiyası, sən oldun Ömərin şiyası. Bəli. Əgər Əli eləsəydi, bəli, onda onun şiyası olardın. Əli eləməyib. Lakin Ömər elədiyinə görə sən Ömərin şiyasısan. Sən deməli bu siğəni Ömərə görə götürmüsən, Əliyə görə götürməmişsən. Salam aleykum əziz müsəlmanlar. Deməli özünüz də mövzunu izlədiniz. Burada Kərbəlayı Teymurla deməli Mücahid Qafqazın söhbəti gedir. Mən bu məsələyə belə deyək, cavab verməyə də bilərdim. Sadəcə olaraq belə görürəm ki, yəni ehtiyac var cavab verirəm. Mən ümumiyyətlə bu belə deyək, bizə gətirilən iradlardır və s. hamısının cavabı var deyə bu məsələləri mən ümumiyyətlə ciddiyə almıram. Həqiqətən tam səmimi deyirəm, ciddiyə almıram. Yəni bu belə deyək, yorğunluqdur, vaxt itkisidir. Amma yenə də mən cavab verəcəm. Və burada çox təəssüf edirəm ki, Kərbəlayı Teymur özünə görə yetərli dərəcədə savadı olan bir insandır. Özünə görə savadı olan bir insandır və ərəb dilində bilir. Amma Mücahid Qafqazın sualları qarşısında, yəni aciz qaldı, cavab verə bilmədi. Və usulülərin ən böyük problemlərindən biri budur ki, bunlar hədis oxumurlar. Məsumlardan hədisləri araşdırmırlar, oxumurlar və tutalım ki, kimsə hər hansı bir məsələni bilmirsə, o demək deyil ki, o yoxdur. Bilmirsənsə, sən konkret də deyə bilərdin ki, qardaş, mən bilmirəm. Amma İmam Əlidən sual verir ki, İmam Əli mütəkəbbini eləyibdir. Əgər eləyibdirsə, sənin yəni əqidəndə var da bu, eləyibdirsə, bir dənə zəif də olsa hədis gətir. Amma Kərbəlayı Teymur bu məsələdə aciz qalır və gətirə də bilmir. Gətirə də bilmir və deyir, nə Peyğəmbər, nə də İmam Əli bu məsələni eləməyibdir. Və Mücahid Qafqaz da deyir ki, əgər eləməyibdirsə, onda bu məsələnin arxasınca nə düşmüsən? Və yaxud da ki, niyə bu məsələni dəstəkləyirsən və s. və ilaxır. İndi mən bu məsələyə inşallah cavab verəcəm və orada Mücahid Qafqaz emosional danışır və deyir ki, onda sən Ömərin, Əbu Bəkirin belə deyək, şiyəsisən və s. Birincisi, ay Mücahid, Ömər, Əbu Bəkir əgər mütəkəbbini eləyiblərsə, sənin məntiqinlə yanaşıram, eləyiblərsə, onda sən də elə mütəni qəbul edənlərdənsən. Çünki mən heç bir yerdə oxumamışam ki, Əbu Bəkirlə Ömər mütəkəbbini eləsin. Yəni belə, Əbu Bəkirin qızının mütəkəbbini elədiyini bilirəm. Amma Ömərin mütəkəbbini elədiyini yəni mən oxumamışam. İndi məsələ o deyil. Məsələ nədir? Məsələ odur ki, sən ki burada biraz da agresiv danışırsan, emosional danışırsan, sanki qalibsən. Və deyirsən ki, bir dənə dəlil gətir. Hətta zəif olsa belə. Mən zəif yox, elə güclü dəlil gətirəcəm. Həzrəti Əli əleyhissalam mütəkəbbini eləyibdir. Bax, ekranı da qoyuram. Ekrana da qoyuram, hansı ki, Bəni, deməli, Nəhşəl qəbiləsindəndir ki, hansı ki, bunlar Bəni Təmim
qəbiləsinin bir qolundandılar. Deməli, məşhur Bəni Əsəd. Yəni, bax, bunlar hamısı müsəlmanlardır. Deyirsən ki, müsəlman xanımla mütəkəbbir eləyib. Bəli, eləyibdir. Bax, dəlili də qoydum, bu bir. İkincisi, nəinki İmam Əli, sən dedin bizdə dənə dəlil gətir, gətirdim, bu bir. Nəinki İmam Əli, hətta İslam Peyğəmbəri belə mütəkəbbir eləyibdir. Bu da iki. Və nəinki Şiə mənbəsi, hətta Əhlüsünnənin bax, mənbəsini də sənə qeyd edirəm. Deməli, Suyuti Durul Mənsurda, cild 6, səhifə 241-də, eyni zamanda Zəməxşəri, Təfsirül Kəşşafda, cild 4, səhifə 566-da, deməli, Təhrim surəsinin 3-cü, 5-ci ayələrin təfsirində İmam, bu bizdə də gəlir, qoy bizimkini də deyim. Deməli, bizdə də gəlir Vəsail-ü Şiyə cild 21, hədis nömrə 26389-da, eyni zamanda Əl-Mizan cild 19, səhifə 339-da, yəni bu məsələlər gəlir ki, hansı ki, İmam Sadiq əleyhissalama sual verirlər. Peyğəmbər mütəkəbbir eləyibdir, deyir ki, bəli, Peyğəmbər mütəkəbbir eləyibdir və kimlə eləyibdir? Zövcəsi Mariya Qibti ilə eləyibdir və bu barədə Ömərin qızı Həfsəyə məlumat veribdir. Həfsəyə də tapşırıbdır ki, demə. Həfsə də gedir Ayşəyə deyir, digər zövcəsinə deyir və Allah onları orada məzəmmət eləyir. Və hətta Zəməxşəri Təfsirül Kəşşafda, bayaq dediyim cild 4, səhifə 566-da orada belə bir məsələyə də toxunur ki, İbn Abbas deməli dəstəmaz almaq vaxtı Ömərlə çəkilir kənara və bu məsələni danışır. Ömər təəccüblə belə baxır. Ömərə deyir, onlar kimlər idi? Hansı ki, Təhrim surəsində gələn məsələlər. O iki xanım kim idi? Peyğəmbərin zövcələrindən kim idi? Ömər deyir ki, Ayşə ilə Həfsə idi. Və gedib özün də baxa bilərsən. Bu belə. Və eyni zamanda Vəsail-ü Şiyə cild 21, səhifə 10-da, yenə Vəsail-ü Şiyə cild 21, səhifə 13-də, yəni bu məsələlər qeyd olunubdur, hansı ki, Şiə mənbələrində də, yəni bu məsələ Peyğəmbərin mütəkəbbir etməsi məsələsi. İndi buradakı o Kərbəlayı Teymur qayıdıb deyir ki, mən belə deyək ki, özünə belə deyək, rəva bilmir, amma deyir ki, özümə rəva bilmirəm, amma şəriətdə var da. İndi gələk bu məsələyə. Abdullah ibn Müəmmər İmam Baqir əleyhissalama bu barədə sual verir. İmam Baqir əleyhissalam da deyir ki, bəli, mütəkəbbiri var. Qurani Kərimdə Nisa surəsinin 24-cü ayəsində bu məsələ var. Və bu dəqiqdir və öz təsdiqini də tapıbdır. Onda Abdullah ibn Müəmmər qayıdıb deyir ki, axı bu Ömər ibn Xəttabın zamanında ləğv olunubdur. İmam da deyir ki, sən öz dostunun, öz sahibinin dediyini elə, yəni Ömər ibn Xəttabın dediyini elə, mən də Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğuna əməl eləyəcəm. Bugün də o cahillər o sualı verir, elə qədimdə də o suallar verilirdi. Qayıdıb imama deyir ki, sən razı olarsanmı sizin qohumlarınızla kimsə müvəqqəti kəbin etsin. İmam da qayıdıb ona deyir ki, Allah səndən və müsəlmanları bu işdən çəkindirənlərdən daha qeyrətlidir. Və bu adam arxasınca imam ona sual eləyir. Mədinədə deməli toxuculuqla məşğul olanlara qız vermirdilər, bəyənmirdilər. İmam deyir ki, sən öz qohumlarından, qızlarından toxucuya verərsən, yəni qızı verərsən, qayıdıb deyir ki, yox, deyir, mən onları deyir, bəyənmirəm, ona görə xoşum gəlmir onlardan. İmam da deyir ki, axı bu Allahın bəyəndiyi sənətdir. Allahın bəyəndiyi sənətdir. Sən niyə qəbul eləmirsən? Deyir ki, yəni onlar belə deyək, səviyyəcə aşağı bilirdilər. İmam deyir ki, ey axmaq, bu sənin bəyəndiyin, bəyənmədiyin məsələyə görə deyil. Yəni din sənin fikrinə görə deyil. Və bu imamın dəlilləri qarşısında aciz qalır və qayıdıb deyir ki, sizin sinələriniz elm ağaclarının çiçəkləndiyi yerdir. O ağacların meyvəsi sizin, yarpaqları isə cəmiyyətindir. Bunu da mənbəsini sizə qeyd edeyim. Kəşful Qummə, cild 2, səhifə 362.
Düşünürəm ki, məsələ aydın oldu. Amma inşallah ikinci videonu da izləyin. Mən onu da sizə təqdim edəcəm. Hansı ki, səhabələr mütəkəbbin ediblər. Eyni zamanda dayı dediyiniz Muaviyə də mütəkəbbin edib və s. və ilaxır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Ya Əli.